Salam hörmətli izləyicilərimiz, Universal Almaç Agentliyindən hər kəsi salamlayıram. Diqqətlə izləyin. Sizə Saray qəsəbəsinin tam gözəl yerində, ana yola 300 metr məsafədə, bax bir dənə belə bir variant almışam. 2 sot yarımın içində Kupçalı, fərdi yaşayış təyinatlı 4 otaq. Videonun sonuna kimi izləyin. Qiyməti bana deyirəm. Başlanğıcdan deyirəm. 4 otaq, 2 sot yarımın içində 85 milyon. Necədir sizin? Baxın hörmətli izləyicilərimiz. Burada mərkəzi kanalizasiya ətrafı. Burada bax qəşəng bir dənə bax. Əkin sahəsi bax. Qəşəng burada bağ bağça sala bilərsiniz. Gözəl bir dənə yeri var burada. Evimizin fasatına da söz ola bilməz. Keyfiyyətlə işlənir. Qardaş iş görüb. Dedim halal olsun qardaşına. Apışıqqa taxtı ilə işləyib. 4 otaqlı evdir. Hörmətli izləyicilərim. 4 otaqlı evdir. Gəlin keçək. Mən bir dənə ayaqqabıları çıxardıram. Prosto məndə belə bir xəssiyyət var. Ayaqqabı ilə girə bilmirəm evə. Gəlin keçək hörmətli izləyicilərimiz. Burada bir dənə mətbəx. Evin üstünlüklərini sayıram. Evin üstünlüklərini say. Saray qəsəbəsində yerləşir. Yenə qeyd edirəm. Bizdə evlər saraydadır. Qiymət bax bir dənə belə bir variant hörmətli izləyicilərim. Panel radiatorlar. Gəlin bura. Pəncərələrin qıraqları mərmər. Qoşa daşla tikilir. Fundament, kəməri, hər bir şey qaydasında dedim qardaş, sənə halal olsun. Halal olsun, yəni yaxşı iş görürsən, keyfiyyətli iş çıxarırsan. Bax, gizli işıqlar, karnizin gizli işıqlarına ki, hər bir şey, koridor sistemi ilə qızılı qulplardır. Vav, hörmətli izləyicilərimiz, gözəl bir dənə zal var burada, gözəl, geniş, mərmərdir, pəncərələrin qalı, panel radiatorlar, işıq sistemi qaydasında qiymət münasib bir qiymətədir. Yəni 85.000 manata belə bir dənə ev tapa bilməzsiniz. 4 otaq, 2,5 sotda, yeri küçəsi yaxşı, yəni şehrin küçədir, ana yola, asfalta yaxın, marşruta yaxın. Nə bilim, bütün variantlar var. Bir dənə bir sıxışaq burada. Öz bütün otaqları şırlıdır. Ətrafda da villalar zatları, böyük belə villalar zatları maşallah. İzləyicilərimiz bax bir dənə belə bir variantdır. Bir dənə yataq otaq burada. Qəşəng panel radiator. Burada pəncərənin qırağı mərmər, tavan hündürlüyü təmiz 3 metr, təmiz 3 metr. Bir dənə mənim nələr xoşum gəldi. Yeri pol ediblər, poldur, yəni laminat da deyil. Burada qardaş dedi, fərqli konspensiyar, yəni fərqli dizayn götürüb avluqar qaydasında. Mənim ən çox xoşuma gələn burada nə üstünlüklər oldu? Yenə deyirəm, boş ev deyil, dolu evdir. Yəni bu evdə radiator quraşdırın, gelin, indi izah edirəm. 11 alın belə şeylər olub izləyicilərimiz. Vav, hörmətli izləyicilər. Bir dənə oradan da get. Göstər hörmətli izləyicilərimizə. Bax, duş kabinası, şükulqası, isti poluna kimi hər bir şey qaydasında. Bir dənə otaq var. Buradan hörmətli izləyicilərim. Bax, burada da pəncərənin qırağı mərmərdir. Keyfiyyətlə iş görülür. Qoşaq daşla tikilib, kəməri var, fundamenti var. 85.000 manata təklif olunur. Özü torpağı da böyükdür, ev də böyükdür. 4 otaq, 2,5 sotda. Buyurun, zəng eləyin. Bu Kupçalı evi əldən qaçıb.